1941-ci il noyabrın 20-sində və 21-də Təbrizdə keçiriləcək Azərbaycan Xalq Konqresinə Cənubi Azərbaycanın bütün şəhərlərindən nümayəndələrin seçilməsi üzrə kampaniyanın getdiyi bir vaxtda İran qoşunları Tehrandan Qəzvinə doğru hərəkətə başladı. 1945-ci il noyabrın 16-sından 17-sinə keçən gecə Cənubi Azərbaycan fədailəri eyni vaxtda Marağa, Mərənd, Miyanə, Sərab və Ərdəbil mahallarında hökumət qüvvələrinə zərbə indirdilər. Nəticədə Təbriz, Ərdəbil, Əhər, Astara, Marağa, Urmiyə, Xoy və Maku şəhərlərindəki dövlət qüvvələri bir-birindən ayrı düşərək təklənmiş oldular. 1945-ci il noyabrın 18-dən 26-sına dək Azərbaycanın böyük qəsəbə və şəhərlərində hakimiyyət qan tökülmədən milli qüvvələrin əlinə keçdi. 1945-ci il noyabrın 27-sindən dekabrın 1-nə dək Milli Məclisə ümumi seçkilər keçirildi. 12 dekabr Milli Məclisin açıldığı gün Azərbaycan Muxtariyyətinin yarandığı gün elan edildi. 1946-cı il iyunun 13-də isə Tehran hökuməti Azərbaycan Milli Məclisini Azərbaycan Əyalət Əncüməni kimi tanımağa məcbur oldu. Azad xalqın himni təntənə ilə səslənir. 1946-cı ilin aprel ayında Təbrizdə kəndlilər qurultaya çağırıldı. Ölkənin hər tərəfindən nümayəndələr gəldi. Dişələri qurultayda belə dedi. Əziz qardaşlar, indi sizin boynunuzda böyük vəzifə durur. O aldığınız torpaqları saxlamaq və aldığınız azadlıqdan müdafiə etmək. Azərbaycan kəndlisi bu mübarizənin pişahəngi olub qabaqda gedəni olacaqdır. Yaşasın Azərbaycan kəndlisinin azadlıq yolunda apardığı mübarizəsi. Ancaq görülən işlər təkcə aqrar sahədəki islahatlarla bağlı deyildi. Azərbaycan Milli Hökuməti şəhərlərdə də əsl iqtisadi və mədəni quruculuq işlərinə başlamışdı. Təbii ki, bu proseslərin mərkəzində baş şəhər Təbriz vardı.